Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə 13 aprel, yəni 9-cu sinif buraxılış imtahanına düşən riyaziyyat suallarının izahına baxırıq. Başlayırıq birinci sualda. Hər bir sualı sizin üçün oxuyacağım. Deyir ki, düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Baxın, bu bizim olsun düzbucaqlımız. Düzbucaqlının uzunluğuna A, eninə B desəz, sahə olacaq A vurulsun B. İndi siz bu düzbucaqlının uzunluğunu 40% azaldırsınızsa, orada qalacaq 60%. Yəni, olacaq burada 0,6A. Yox, siz düzbucaqlının enini deməli 20% azaldırsınızsa, qalacaq orada 80%. Yəni, bu da eləcək 0,8B. Onda sahəni tapmaq üçün enini uzunluğuna vurmaq lazımdır. 0,6-nı 0,8-ə vuranda bu da eləyir 0,48. 0,48 A vurulsun B. Onda nə qədər azalmış olur? Baxın, bu 1AB-dir, bu da 0,48-dir. 1-dən çıxırsınız 0,48-i, eləyir 0,52. Bunu da faizə çevirmək üçün 100-ə vurursunuz. Düzgün cavab olur 52%. Yəni, testimizin doğru variantı olur burada A bəndi. Keçirik 58-ci suala. Baxırıq burada 58-ci sualda. Deyir ki, kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Biz bilirik ki, kubun həcmi düsturu V bərabərdir A kubu idi. Əgər siz A-nı 2 dəfə azaldırsınızsa, həcmi 2-nin kubu, yəni 8 dəfə azalmış olacaq. 58-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçirik 59-a. Deyir ki, AOB açıq bucaqdır. Biraz yaxınlaşdıraq burada. AOB açıq bucaqdır. CO AB-yə perpendikulyardır. DOC bucağı 25-dir. Bax, fikir verin. Bura 25 dərəcədir. Bu bütövlükdə olmalıdır 90 dərəcə. Çünki 90-ın qonşusu 90-dır. Buranı 25 verirsə və sizdən də AOD-ni bu X bucağını istəyirsə, sadəcə 90 dərəcədən çıxırsınız 25 dərəcəni. 90-dan da 25-i çıxanda düzgün cavab 65 dərəcə alınmış olur. Yəni, testin düzgün cavabı olur C bəndi. Keçirik 60-cı suala. 60-cı sual deməli burada yazacağım. 60. Baxın, m kvadrat çıx 5n çıx mn üstəgəl 5m. Gəlin bu ikisi ilə bununla bunu bir qruplaşdıraq. M-i çıxardırsınız mötərizənin xaricinə. Olur burada m çıxılsın n. Və bu ikisini bir qruplaşdırıram. Müsbət, deməli 5-i çıxardıram mötərizənin xaricinə. Müsbət 5-i mötərizənin xaricinə çıxardırsınızsa, birinci bunu yazacağam. Olacaq m, sonra bunu yazacağım. Çıxılsın n. Bölünsün, məxrəcdə kvadratlar fərqi var. Bir dəfə yazacaqsınız 5 çıxılsın m, bir dəfə də yazacaqsınız 5 üstə gəlsin m. Bax, bu formada. Bu da bərabərdir. Surətdə ortaq olan vuruq m çıx n-dir. Bunu çıxardırsınız mötərizənin xaricinə. İndi bax, bunu götürmüsünüz, bunu götürmüsünüz. Yerdə nə qalır? M üstə gəl 5. Məxrəcdə isə 5 çıx m. Burada da olacaq 5 üstə gəl m. Və bu m üstə gəl 5 ilə bu 5 üstə gəl m ixtisar gedir. Fərqi yoxdur. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Surətdə qalacaq. Baxın, B bəndinə. Surətdə qalır m çıx n, məxrəcdə qalır 5 çıx m. Yəni, testimizin doğru variantı olur B bəndi. Keçirik növbəti suala. Baxırıq burada, deməli 61-ə. Deyir, bu tənliyi həll edin. Sadəcə vurub açmalısınız. 3-ü vurursunuz x-a, eləyir 3x. 3-ü vurursunuz 2-yə, eləyir -6. Bu da bərabərdir 6-ya. 3x bərabərdir. 6-nın üstünə 6 gəlirsiniz, eləyir 36. Daha doğrusu vurdum. 6-nın üstünə 6 gəlirsiniz, eləyir 12. X də bərabərdir. 12-ni bölürsünüz 3-ə. Testin düzgün cavabı, deməli 4 alınmış olur. Doğru variant olur C bəndi. Keçirik növbəti 62-ci sualı. Deyir ki, bu sistemdən, tənklər sistemindən x-i tapın. Gör necə rahat verilib. Sadəcə üstə gəlməlisiniz, toplamalısınız. Müsbət y, mənfi y getdi. 2x-dan x-i toplayırsınız, eləyir 3x, bərabərdir. 0-dan 6-nı toplayırsınız, eləyir 6. X də bərabərdir. 6-nı 3-ə böləndə düzgün cavab 2 alınmış olur. Doğrudur. Testimizin düzgün variantı olur B bəndi. Keçirik növbəti suala. Deyir bizə ki, hansı nöqtə verilən bu funksiyanın qrafik üzərindədir? Funksiyanın qrafik üzərində yerləşməsi üçün x-a verdiyiniz qiymət nəticəsində y-ın qiyməti bax, buradakı ədəd olmalıdır. Burada düzgün cavab D variantı olacaq. Niyə görə? -2 vurulsun, x-in yerinə -5 yazsaz, üstə gəl 6 olsa, -2-ni -5-ə vuranda müsbət 10 eləyir, üstünə də 6 gələndə düzgün cavab 16 almış olur. Həqiqətən də x-a -5 verəndə y-ın qiyməti 16 oldu. Buna görə 63-cü sualda testimiz düzgün cavabı olur D bəndi. Keçirik növbəti suala. Baxırıq 64-də. Deyir ki, əkop burada 18 yazılıb.
18 və 36 üstəgəl əbob 10 və 11. 10 ilə 11 ardıcıl natural ədədlərdir. Buna görə qarşılıqlı sadə ədədlər sayılır. Onların əbobu 1-dir. 18 ilə 36 isə 1-i bölən, 1-i bölünəndir. Belə olduğu halda əkob hər zaman böyüyünə bərabərdir. Yəni 36-ya. 36 ilə də 1-i toplayırsınız. Düzgün cavab eləyir 37. Testimizin doğru variantı olmalıdır. Y bəndi. Keçirik növbəti suala. Baxırıq 65-ci suala. Deyir ki, bu tənasübdən x-i tapın. Baxın, 5-i 5-ə bölürsünüz 1 dəfə, 15-i 5-ə bölürsünüz 3 dəfə. X də bərabər olur 21 bölünsün 3-ə, yəni düzgün cavab 7 alınmış olur. Testimizin doğru variantı olur C bəndi. Keçirik növbəti suala, 66-cı suala. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Məxrəc olacaq 10. Niyə görə? Məxrəcdə bütün mümkün halların sayı yazılır. Surətdə isə yalnız əlverişli halların sayı yazılmalıdır. Baxın, ilk 10 natural ədədin içərisində neçə ədəd sadədir? 2 sadədir, 3, 5, bir də 7. Başqa sadə olan yoxdur. Neçə dənə eləyir? 4 dənə. Deməli, onda 4-ü də siz 2-yə ixtisar aparsaz, düzgün cavab 5-də 2 alınmış olacaq. Yəni, testimizin doğru variantı olur Y bəndi. Keçirik 67-ci suala. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə ABO bucağı 22 dərəcədir. Yazırsınız bura 22. ASO bucağı isə 28 dərəcədir. Yazırsınız bura 28. Buna əsasən BAC bucağını bax buranı tapmalısınız. Birinci növbədə mən O nöqtəsi ilə A nöqtəsini birləşdirib növbəti belə bir, deməli, radius çəkirəm. Və bu radius olduğuna görə, bax, bu da radiusdur, bu da radiusdur. Oldu bərabər tərəf, bərabər yanlı. Bərabər yanlıdırsa, oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. Bax, bu bucaq olur 22 dərəcə. Digər tərəfdən bu radius olduğu kimi, bax, OC də radiusdur. Deməli, sağdakı 3 bucaq da bərabər yanlıdır. Oturacağı bitişik bucaqları eyni olmalıdır. Bura 28 dərəcədirsə, avtomatik burada 28 dərəcə bərabər olmalıdır. Onda belə çıxır ki, bizdən BAC bucağını, bax, bu bütöv bucağı istəyir. 22 dərəcə ilə də 28 dərəcəni toplayırsınız. Bəli, burada yazılan kimi testimizin düzgün cavabı A variantı, A bəndi olmuş olur. Keçirəm növbəti suala. 68-ci sualda bizə deyir ki, tərəfi 12 cm olan kvadratın perimetrini tapın. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir və perimetri 4A düsturu ilə hesablanır. 4-ü də vurursunuz 12-yə, düzgün cavab 48 cm alınmış olur. Keçirik 69-a. Deyir, bu ifadənin qiymətini tapın. Bax, diqqətlə baxsaq, yuxarıya dəyməyək. 56 vurulsun, mənfi 15 olduğu kimi qalsın. Məxrəcdə 14 vurulsun. 5-i 10-a vursaz 50 eləyir. 20-dən də 50-ni çıxsaz eləyəcək mənfi 30. Elə bu 15 ilə bu 30-u ixtisar aparsınız, müsbət 2 qalır. Bu 56 ilə bu 14-ü ixtisar aparsınız, müsbət 4 qalır. 4-ü də 2-yə bölürsünüz, yəni ixtisar aparıb düzgün cavab 2 alınmış olur. Yəni testimizin doğru variantı olur Y bəndi. Keçirik növbəti suala. Baxırıq 70-ə. Deyir ki, çox hədisini vuruqlara ayırın. Hər ikisində ortaq iştirak edən vuruq x üstəgəl y-dir. X üstəgəl y-i mötərizə xaricinə çıxardırsınız, vurulsun. Bunu götürmüsünüz, bunu götürmüsünüz. Yerdə nə qalır? C çıxılsın D. Biraz deyəni sərgəli yazaq. Aha. Deməli, x üstəgəl y, baxın A bəndinə. X üstəgəl y vurulsun, C çıxılsın D olmuş olacaq. Testimizin düzgün cavabı olur A bəndi. Keçirik növbəti suala. Baxırıq 71-ə. Burada A elementi, A çoxluğunun daha doğrusu elementləri 1, 2, 4, bu 4-dür, 5, 6 verilib. B-də də 0, 1, 2, 3, 5, C-də isə 0, 1, 3, 6. Birinci A ilə B-nin kəsişməsini tapmalısınız. A çoxluğu ilə B çoxluğunun kəsişməsinə diqqətlə baxın. Hansı elementlər daxildir? 1, 2, 5. Fikir verin, burada da var. 1, 2 və 5 yazıram. 1, 2, 5. Əgər siz buradan C çoxluğunu çıxırsınızsa, yəni C-də olan hər hansısa bir element varsa, o çıxılmalıdır. Mən də baxıram ki, açıq-aşkar burada 1 var. 1-i buradan siləndən sonra yerdə nə qalacaq? 2 və 5. Yəni, burada testin düzgün cavabı B variantı, B bəndi olmalıydı. Keçirik növbəti 71-ci suala. 71-ci sualda bizə deyir ki, 71 qaldı burada. Yox, üzr istəyirəm. Biz baxdıq daha doğrusu 71-ə, indi baxırıq 72-ci suala. Aha, elə düz gəlmişdik. Deməli, nə edirik? Açılışını yazsaz 10A üstəgəl B. 10A üstəgəl B.
B-A'nın açılışını yazsaz 10B üstəgəl A bərabərdir 88 vurulsun A çıx B. 10A üstəgəl A eləyir 11B. 10B üstəgəl B eləyir 11B bərabərdir 88 vurulsun A çıxılsın B. Hər tərəfi 11-ə ixtisar aparırsınız. Getdi. Burada qalır 10A üstəgəl B. Bunu A yazmalıydım ki. Qoy, burada A üstəgəl B qalsın. Bax, burada qalır A üstəgəl B. 88-də 11-ə böləndə uşaqlar 8 eləyir. 8-i vurub açmalısınız. 8-i A-ya vuranda 8A çıx, 8-i B-yə vuranda 8B. Sonra A-ları bir tərəfə yığırsınız, B-ləri bir tərəfə yığırsınız. B-nin üstünə 8B gələndə eləyir 9B. 8A-dan A-nı çıxanda eləyir 7A. Deməli, burada A-nın qiyməti olmalıdır 9. B-nin qiyməti bərabər olmalıdır 7-yə. Sizdən A-B ədədini istəyirsə, deməli sizin düzgün ədədiniz 97-yə bərabər olmuş olacaq. 72-ci sualda düzgün cavab 97-dir. Baxırıq 73-cü suala. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8-8 nöqtəsində olan kvadratın sahəsini tapın. Baxın, biri buradadır, koordinat başlanğıcındadır. Bu x oxudu uşaqlar, bu da y oxudu. Deyir ki, 8-8 nöqtəsindədir. Bu nöqtə müsbət 8-dir. Bu nöqtə də olsun -8. Bax, bir təpədə buradadır. Yəni, kvadratımız bu formadadır. Bax, bu formadadır. Belə. Bir təpəsi. Gəlin buna adlandıraq. A, B, daha doğrusu B burada olmalıdır. Buradan başlayaq adlandıraq. A, B, C, D. Bax, fikir verin. Kvadratın tərəfi buradan bura 8-dir. Kvadratın tərəfi buradan burada 8-dir. Deməli, burada 8-dir, burada 8-dir. Çox uzatmıram. Kvadratın sahəsini dediyinə görə 8-i 8-ə vurursunuz. Düzgün cavab 64-ə bərabər olmuş olur. Keçək növbəti suala. Burada sadəcə vurun mötərizəni açın. Bax, 2-ni vurdunuz bura. 2-lər ixtisar getdi. Oldu 2 tam %85-in kvadratı. Üstəgəl. Bu 2 ilə bu 2 ixtisar getdi. Oldu 7 tam %15-in kvadratı. Üstəgəl. 2-ni bu ifadəyə vuranda olur 2 vurulsun 2 tam %85 vurulsun 7 tam %15. Bu da bərabərdir. Bu nəyə bənzəyir? A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat olmalıdır. A, yəni 2 tam %85 üstəgəl B-nin kvadratı. Yəni 7 tam %15-in kvadratı. Bu ikisini toplayanda 10 eləyir. Onun kvadratı da sizə cavabı 100 vermiş olacaq. Yəni 74-cü sualda testimizin düzgün cavabı olur 100. Keçirik növbəti suala. 75-ci suala. 75-də bizə deyir ki, x, y, z natural ədədləri üçün x vurulsun y bərabərdir 6-ya. Daha sonra y vurulsun z bərabərdir 18 olarsa, x, y və z cəminin ən kiçik qiymətini tapın. Baxın, görürsünüz ki, burada y-lar eynidir, düzdür, eyni iştirak edir. Gəlin biz buna 18 və 6-nın elə bölündüyü ədəd əbubu 6 verək. Bax, fikir verin. Buna da 6 verirsiniz, buna da. Onsuz da y eynidir. Onda x-in qiyməti buradan 1 olacaq, z-in qiyməti isə buradan 3 olmuş olacaq. Və sizin bu aldığınız ədədlərin nəticəsində siz cəmin ən kiçik qiymətini almış olacaqsınız. Yəni 1 üstəgəl 6 üstəgəl 3 düzgün cavab 10 alınmış olacaq. Hətta yoxlaya da bilərsiniz. Yəni y-a gətirib 1 də versəz, 2 də versəz, 3 də versəz, ona əsasən aldığınız x və z-lərdə cəmin qiyməti ən kiçik olmayacaq. Yalnız bu halda siz cəmin qiymətini ən kiçik ala bilərsiniz. O da testimizin cavabı eləyir 10. Baxırıq 76-cı suala. Bərabər tərəfli LMN üçbucağının sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Yəni S1 bölünsün S2 bərabərdir 16-ya. Biz oxşar fiqurlarda bilirdik ki, sahələr nisbəti K-nın kvadratına, yəni oxşarlıq əmsalının kvadratına bərabərdir. İndi K-nın kvadratı 16-dırsa, K bərabər olmalıdır 4-də. Bizə deyir ki, ABC üçbucağının, baxın, ABC üçbucağının perimetri 9-dursa tərəfi 3 olacaq. Çünki bərabər tərəflidir. Bundan böyük olan LMN üçbucağının tərəfini istəyir. Oxşarlıq əmsalı 4-dürsə, deməli bu üçbucağın tərəfi də 4 dəfə böyük olmalıdır. 3-ü vurursunuz 4-ə, bu da eləyir 12 cm. Bax, bu oxşarlığa aid olan bir, deməli, sual olmuş oldu.
Belə, keçirik növbəti suala. Baxırıq 77-yə. Deyir, x bölünsün, x vurulsun y. Baxın, burada x vurulsun y-dir. Bölünsün, x üstə gəlsin y-i tapın. Tapaq, bərabərdir. X-i vurursuz y-a. 5 çıxılsın 2 kökdə 6-nı 5 üstə gəlsin 2 kökdə 6-ya vuranda, bax, bunun ortasına vurma təsəvvür edin. Olur a çıx b, a üstə gəl b. Olmalıdır a kvadrat, yəni 5-in kvadratı 25, çıxılsın b kvadrat. 2 kökdə 6-nın kvadratı da 24. Məxrəcə diqqətlə baxanda, indi isə bunları toplamalıyam. Bunları toplayan zaman isə, baxın, topladım. Mənfi 2 kökdə 6, müsbət 2 kökdə 6. Mənfi ilə müsbət getdi. Qalır 5 üstə gəlsin 5, onun da cavabı eləyir 10. Yəni, məxrəc olur 10, surət 25 çıxılsın 24, eləyir 1. Bu da bərabərdir 0,1 alınmış olur. Buradakı deməli cavabımız. Keçək növbəti suala. Baxırıq 78-ci suala. 78-ci sualda bizə deyir ki, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürülür. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Gəlin deyək ki, bizim birinci yeşikdə x kiloqram qənd var idi. İkinci yeşikdə isə 50 çıxılsın x kiloqram qənd var. İkisi bir yerdə 50-dirsə, mən birinə x deyəndə o birinə 50 çıx, x deyə bilərəm. Bunu əslində tənlik qurmaqda həll eləmək olar. Bəli, burada da vurğulayıb, tənliklər sistemindən də eləmək olar. Deyir ki, birinci yeşikdən hər gün 3 kiloqram götürürlər və 6 gün müddətində buradan deməli qənd götürüblər. Onda 6-nı vuranda 3-ə, buradan 18 kiloqram götürüblər. X çıx 18. İkinci yeşikdən isə hər gün 2 kiloqram qənd götürürlər. 6 gün ərzində 6 vurulsun 2, 12 kiloqram qənd götürüləcək. Yəni 50 çıx x çıx 12. Və nə deyir? Deyir ki, ən sonda bunların miqdarları bir-birinə bərabər olur. Bax, bərabərləşdirirsiniz. İndi başlayaq bu tənliyi həll etməyə. Bu olur x çıx 18. 50-dən 12-ni çıxanda eləyir 38 çıx x. X-in üstünə x gəlirsiniz. Olur 2x bərabərdir. 38 üstə gəlsin 18 edir 56 və x də bərabərdir. 56-nı 2-yə böləndə düzgün cavab eləyir 28. Nəyi tapmış oldum? Birinci yeşikdə nə qədər qənd var imiş? Çünki elə məndən onu soruşur. Deyir, əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Düzgün cavab 28 kiloqram qənd olmuş olur. Keçək növbəti suala. Baxırıq 79-cu sual. 79-cu sualda deyir ki, satıcı şarın birini 12 qəpiyə alır, 15 qəpiyə satır. Əgər satış zamanı 5 şar partlamışdırsa, o bütün şarların alqı-satqısından 6 manat çox gəlir əldə edirsə, ən az neçə şar alıb satmışdır. Baxın, mən burada neçə şar alıb satıldığını bilmirəm. Və ya neçə şar ümumiyyətlə aldığını bilmirəm. Gəlin aldığı şarların sayına x deyib. Neçə şar alıb? Bilmədiyim üçün x deyirəm. Və bunu 12 qəpiyə alıb da, düzdür? Elə ki, buna 12x qədər pul ödəyib. Yəni, birinə 12 qəpiyə ödəyirsə, x sayda varsa 12x qədər pul ödəyir buna. Bu, bunun olsun alış qiyməti. Elə yazıram bura alış qiyməti. Amma deyir ki, 15 qəpiyə satır. Sadəcə şarların hamısını sata bilməyib. 5 dənəsi partlayıb. İndi x sayda şar yox idi. Bunun 5-i partlayırsa, deməli 5-i gedir və qalanlarını 15 qəpiyə satır. Vururam 15-ə. Bu da bunun satışıdır. Yazırıq bura satış. İndi bizə deyir ki, bunu deyir satqısından 6 manatdan çox gəlir əldə edirsə. Gəlir nədir? Siz elə ki, satdığınız qiymətdən aldığınız qiyməti çıxsa, sizin əlinizdə gəlir qalır. Sizə qalan pul, qazanc. Ona görə nə edirəm? Mən də bax bu satışdan, gəlin bunu elə vurub açaq. 15x, dəqiqə. Vurub açsam 15x çıxılsın 75. Bundan çıxmaq lazımdır alış qiymətinin 12x və bu böyük olmalıdır 6 manatda. Bax, mənim bunlar yazdığım hamısı qəpi ilə. Ona görə 6 manatı da çevirirəm qəpiyə, eləyir 600. Həll eləsəm 15-dən çıxanda 12-ni 3x, 600-ün üstünə 75 gəlsəm 675, x də böyükdür 675-i 3-ə bölsək, deməli 225 alınmış olacaq. Onda belə çıxır ki, ən azı, baxın, x 225-dən böyük birinci ədəd olmalıdır. Deməli, o 226 şar alıb satmışdır. Baxın, alıb satmışdır. Testimizin düzgün cavabı olur 226. Belə. Keçək növbəti suala. Baxırıq 80-ci sualı. 80-ci sualda deyir ki, düzbucaq ucbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Bu ucbucağın hipotenuzunu tapın. Bax, belə bir düzbucaq ucbucaq çəkirəm burada.
Düzbucaqlı üçbucaqda aydın məsələdir ki, burada Pifaqor teoremi bizə kömək olacaq. Katetlərdən biri digərindən 2 sm böyükdür. Balaca olan katetə x deyək. Bu böyük olan katet olsun x üstə gəl 2. Bax, bu digərindən 2 sm böyükdür. Sonra deyir ki, bax yenə bu katet x üstə gəl 2. Hipotenuzdan 2 sm kiçikdir. Onda tez bilməlisiniz ki, sizin hipotenuzunuz olacaq x üstə gəl 4. Yəni bu daha böyükdür. İndi gəlin Pifaqor teoremindən istifadə edək. Deməli, x-in kvadratı üstə gəl. X üstə gəlsin 2-nin kvadratı bərabər olmalıdır hipotenuzun, yəni x üstə gəl 4-ün kvadratına. Sadələşdirsəm, x-in kvadratı üstə gəl, bunu da açıram, olur x kvadrat üstə gəl 4x üstə gəl 4 bərabərdir. İndi isə bunu açanda olur x kvadrat üstə gəl 8x üstə gəl 4-ün kvadratı 16. Hər tərəfdə x kvadrat var, getdi. Qalır bir dənə x kvadrat, 4x-dən 8x-i çıxanda eləyir mənfi 4x, 4-dən də 16-nı çıxanda o da eləyir 4 çıx 16, mənfi 12 bərabərdir 0. Viyyətə görə düşünsək, köklərin biri mənfi 2-dir uşaqlar, ikincisi isə bərabər olacaq 6-ya. Təbii ki, mənfi 2 ola bilməz, tərəf mənfi olmaz, x-in qiyməti olur 6. Deməli, bura 6-dır. 6 üstə gəl 2, bura 8-dir. Aydın məsələdir ki, hipotenuzda 10 olmuş olacaq. Bu da sizdən hipotenuzu istədiyinə görə testin düzgün cavabı ona bərabər olmuş olur. Belə. Keçən növbəti suala. Baxırıq 81-ci suala. 81-ci sualda bizə deyir ki, şəkildə verilən fiqurda BS parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BS qövsünün uzunluğu 4pi, bu 4pidir. AO bərabərdir 6 olarsa, AB də AC-yə bərabər olarsa, nə etməliyik? Verilən fiqurun sahəsini tapmalıyıq. C-də budur. Bax, diqqətlə baxsaq, bu BC yarımçevrətdə düzdür. Əgər bütöv çevrə olsaydı, bunun uzunluq düsturu 2πr olardı. Amma yarı olduğu üçün mən də bunu yarıya bölürəm. Bərabər edirəm 4π-yə. 2-lər gedir, pi-lər gedir, r bərabər olur 4-dür. Çevrənin radiusu 4-dür. Bax, buraya yazırsınız 4. Bura 4-dürsə, bura 4-dür. İndi siz diqqətlə baxmalısınız bu fiqura. Bu fiqur bir bərabər yanlı üçbucaqdan ibarətdir. Bir də ki, bu yarım çevrədən. Ayrı-ayrı sahələrini tapaq. Deməli, bax, buranın sahəsini tapsaq olacaq pi r kvadrat. Amma yarım yəni olduğuna görə bölürsüz 2 yerə. R kvadrat 16 pi eləyir. Yarıya böləndə bərabər olur 8 piyə. Üçbucağın sahəsini tapanda isə oturacaq, vurulsun. Bu oturacağa çəkilmiş hündürlük hasinin yarısı. Hündürlük olduğunu hardan bilirəm? Gəlib buranı yarı bölür. Bərabər yanlı olduğuna görə həm mediandır, həm də hündürlükdür. 6 ilə də 2-ni ixtisar aparız eləyir 3. 3-ü də 8-ə vuranda düzgün cavab 24 piyə bərabər olmuş olur. Ən axırda nə etməliyik? Daha doğrusu 24 pi yox, 24-ə bərabər olur. Və bu ikisini cəmlədikdə sizdən fiqurun sahəsini soruşur. Elə belə deyəcəksiniz ki, 8 pi üstə gəlsin 24-ə bərabər olmuş olur. Belə, bu da bizim suallarımızın sonuncusunun izahı idi. Sizinlə birlikdə inşallah növbəti izahlarda yenidən bir daha görüşərik. Sağ olun, hələlik.